Bugün axşam saatlarında Bərdə şəhər sakini Cəfərov Elçin Ələsgəroğlu idarə etdiyi Vaz 2106 markalı avtomobillə Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində Bərdə rayon polis şöbəsinin Dövlət Yol Polis bölməsinin yol patrul xidməti inspektoru Aqil Quliyev tərəfindən saxlanılıb. Aralarında baş verən mübahisədən sonra sürücü avtomobili orada qoyub uzaqlaşıb. Respublika Baş Prokurorluğunun verdiyi açıqlamaya görə Elçin Cəfərov təxminən 10 dəqiqədən sonra həmin yerə qayıdaraq ondan sənədlərini təqdim etməsini və sərxoşluq müayinəsindən keçməsini tələb edən Aqil Quliyevin üstünə özü ilə plasmas qabda gətirdiyi benzin yanacağını töküb alışqanla yandıraraq sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək müqavimət göstərib. Hadisə zamanı sağ əlindən yanıq xəsarəti alan Aqil Quliyevə rayon xəstəxanasında ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Elçin Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə Bərdə rayon prokurorluğunda istintaq tədbirləri davam etdirilir. Akşin Nemətli, Şamxal Cəlloğlu, Dünya TV.